Bir nəfər deyir nişanlıydıq, nişan mərasimimiz idi. Oturmuşduq gəlinlə, nişanlımla, cəmaat yığışmışdı. Dedilər, yaxşı, siz cavanlar çəkilin bir kənara, gələcəyinizdən danışın, şad keçsin də bu gecə sizin üçün, arzularınızdan, gələcəyinizdən filan. Bu da dindar adamdır. Deyir ki, yanımda Quran var idi, çəkildik nişanlımla kənara. Xanıma dedim ki, gəl gələcəyimizdən danışaq. Qurana baxaq görək, gələcəyimizdən nə deyir? Qurana baxaq da, ən real sözləri Quran deyir bizə. Açdım, deyir, Ər-Rəhman surəsi gəldi. Ər-Rəhman surəsində Kullu mən aleyha fan və yəbqa vəchu Rabbikə zülcəlali vəl-ikram. Bu ayə gəldi. Ölülər oxuyuruq, bunu ölünü qaldıranda. Bilməm niyə görə, hardan adət olub bilmirəm. Pis də deyil, oxunsun, amma belə bir hədisdə görməmişəm ki, desinlər, ölülər qaldırılanda Ər-Rəhman oxunsun. Yəqin ki, nəsə bir əsası var. Nədir bu ayə? Ayənin mənası budur ki, Kullu mən aleyha fan. Hər şey fanidir, hər şey sona çatacaq. Təkcə Allahın cəmalı, Allahın vəcihi, Allahın zatı həmişə qalacaq, əbədidir. Hər şey aradan gedəcək. Nişan günündə açıb görünə oxuyur gələcək haqqında. Nişan günündə deyərlər ki, 100 yaşa, 1000 yaşa. Allah da özü, indi sən o deməklə yaşamayacaqsan kimi. Allah da özü də nişan günüdür, 1000 yaşa. 1000 yaşayan yoxdur, Nuh Peyğəmbər o vaxt yaşayıb, indi yoxdur. Denən ki, Allah nə ki arzuların var, hamısına çatdırsın sən. Aleyhisselam deyir ki, Əl-müəmmili mə lə yudrək, arzularına çatmayan cavana yazıran məktubu. Cavanlıqda oturmuşuq nişanda, indi Quran açaq deyək ki, hər şey sona çatacaq deyək, biz belə yolla getdik. Hər şey aradan gedəcək, Quran deyir. Onda bu mənası nədir? Yəni, yalancı şadlıqlara yox. Elə nişan günündə. Yalancı şadlıqlara yox. Azad olduq yalancı şadlıqlardan. Sonra dedi ki, mədam ki, hər şey aradan gedəcək və Allah qalacaq, gəl həmişə bir yerdə xoşbəxt olaq. Onun yollarını axtaraq.